Babam Paşayev Fazil Xankişioğlu 1939-cu il dekabrın 30-da Qubadlı rayonunun Həmzəli kəndində anadan olub. Anası Tamam Fərman qızı, atası Xankişi Bakişioğlu, bacıları isə Güləbəyin və Güləbətin olub. Atası Xankişi 1941-ci ildə babamın 2 yaşı olarkən Böyük Vətən müharibəsinə yollanıb və döyüşlərdə şəhid olub. Babam atasının öz əlləri ilə ona yazdığı məktubu atasından qalma yadigar kimi ömrünün sonuna qədər qoruyub saxlayıb. Atasının vəfatından sonra babamı əmisi Mirkişi baba himayəsinə götürüb. Ona ata əvəzi olub. Babam kənddə orta təhsil alıb. Sonra Ağdam şəhər kənd təsərrüfatı texnikumunun mexanika peşəsinə yiyələnib. Qubadlı rayonunun tanınmış mexanik olub və humanistliyi ilə hamının hörmətini qazanıb. Sovet İttifaqı dövründə fəal fəaliyyətinə görə bir sıra döyüş nişanları və medallarla təltif olunub. Qubadlı rayonunda kənd sovetinin deputatı seçilib, müxtəlif qurultaylarda iştirak edib, Moskvada keçirilən möhtəşəm qurultaylarda nümayəndə kimi çıxış edib. Saratova və Qazaxstana da ezam olunub. Bu medallar və sənədlər babamın keçdiyi şərəfli yolun, zəhmətinin və fəaliyyətinin bizə qalan ən dəyərli xatirələridir. 1963-cü ildə babam Fazil Paşayev Dilafruz İsmayıl qızı ilə ailə həyatı qurub. Bu evlilikdən onların 5 qız övladı dünyaya gəlib. Babam və nənəm övladlarının savadlı, təhsilli və tərbiyəli böyümələri üçün əllərindən gələn ediblər. 1993-cü il avqustun 31-də ermənilərin hücumu nəticəsində Qubadlı rayonu işğal olunur. Babamgil qaçqın düşür və Sumqayıt şəhərində məskunlaşırlar. Babam ömrünün sonuna qədər doğma yurdunun həsrəti ilə yaşadı. 2011-ci ildə nənəm Dilafruz İsmayıl qızı vəfat etdi. Bu itki babamı çox sarsıtdı. 2014-cü ilin sentyabrında babam mərkəzi klinikada ağır açıq ürək əməliyyatı keçirdi. Əməliyyatdan uğurla çıxdı. Babam sentyabrın 11-ni ikinci doğum günü kimi hər il qeyd edirdi. Babam həmişə nəvələrini və nəticələrini başına yığar. Onlarla keçmiş xatirələrini bölüşərdi. Biz hər il onun 30 dekabrda olan ad gününü birlikdə qeyd edər, bu günü böyük sevinc və mehribanlıqla keçirərdik. Torpaqlarımız işğaldan azad olunanda biz babamın doğma yurduna getdik. Babam özü gedə bilməsə də, oradan çəkdiyimiz video görüntüləri ona göstərdik. Doğma yurdunu görəndə hönkür-hönkür ağladı. ...2025-ci ilin iyun ayında babam Fazil ağır xəstələndi. İyul ayında əməliyyat olundu. Təəssüf ki, avqustun 16-sında əbədi olaraq gözlərini yumaraq haqq dünyasına qovuşdu. Artıq nənəm Dilafruz və babam Fazil haqq dünyasındadır. Allah hər ikisinə rəhmət eləsin. Məkanları cənnət olsun.
Onlar bu dünyada olmasalar da, xatirələri əbədi olaraq bizim qəlbimizdə və yaddaşımızda yaşayacaq. Babam həmişə deyərdi: "Mən yurduma gedə bilməsəm də, öləndən sonra həyətimdən torpaq gətirib qəbrimin torpağına qatarsınız." Biz onun bu vəsiyyətini yerinə yetirdik. Doğma yurdunun həyətindən torpaq gətirib qəbrinin üstünə tökdük. Beləliklə, babamın doğma torpağına olan sevgisinin son arzusunu da yerinə yetirdik. Allah rəhmət eləsin.